Yeni bir araşdırma göstərib ki, həm qırmızı, həm də ağ şərab oxşar xərçəng riskləri daşıyır. Lakin ağ şərab daha təhlükəli ola bilər. Nutrients jurnalında dərc olunan son araşdırma xərçəng olma nisbətlərinin qırmızı və ya ağ şərab içməkdən asılı olub-olmamasını araşdırıb. Risklər arasında əlaqəni qiymətləndirmək üçün meta-analiz aparılıb. 2023-cü ilin dekabr ayına qədər dərc edilmiş bütün müvafiq tədqiqatlar PubMed və Embase bazasından əldə edilib. Cari meta-analiz yalnız 3-dən çox şərab istehlakı kateqoriyası ilə perspektivli kohort və vəziyyətə nəzarət tədqiqatları əhatə edib. Tədqiqatın nəticələri ilkin axtarışdan əldə edilmiş meta-analiz üçün 252 məqalədən 42-si seçilib. Bunlardan müvafiq olaraq 20 və 22-incisi kohort və hal nəzarət tədqiqatları olub. Tədqiqatın nəticələri qırmızı və ağ şərabın eyni xərçəng riski ilə əlaqəli olduğunu təsdiqləyir. Ancaq yalnız ağ şərab dəri xərçəngi riskinin artması ilə əlaqəli olduğu məlum olub.